Digər bir ölümün adı isə fənadır. Fəna olmaq. Fəna da yox olmaq deməkdir. Fəna sözünün mənası fanilikdir. Çox vaxt irfani mənada işlənir bu kəlmə, fəlsəfi mənada işlənir. Dünyanın keçiciliyi, faniliyin ifadə edir. Yaxud məsələn irfanda Allahda fəna fillah, Allahda fəna olmaq, özünü itirmək, yoxa çıxarmaq, heçə çıxarmaq. Məsələn görsən Quran-ı Kərimdə Ər-Rəhman surəsi 26-27-ci ayələrdə nə buyurur? Buyurur: "Kullu men aleyha fan." Yer üzündə olanların hər biri fanidir, ötüb keçəcək, yoxa çıxacaq, fani olacaq, məhv olacaq. "Və yabqa vəchu rabbika zul celal vel ikram." Cəlal və ikram sahibi olan Rəbbinin zatından başqa yalnız o qalacaq. Bu bir fanilik də dedik ki, deməli ölümün qaçılmazlığına işarə eləyir və digər bir ölümün adı sərəədir. Məsraun, məsrə deyirlər. Məsrə qəfil ölmə deyilir, ani ölümə. İnsanı ölümün qəfil yaxalamasına məsraun deyilir. Digər biri isə ölümün vaxtı üçün məniyyətun kəlməsi var, əcəl mənasında işlərir. Quranda da buyurulur ki, İzə cəə əcəluhum, onların əcəlləri, yəni ölüm vaxtları çatdığı zaman la yəstəxirunahu və la yəstəqdimun. Onu heç kəs nə bir saat gecikdirə, nə də bir saat tələsdirə bilər. Deməli, maut sözünün mənası ümumi ölümdür. Vəfat sözünün mənası ruhun alınmasıdır, insana verilən nemətlərin tamamlanmasıdır. Həlak sözünün mənası əzabdan məhv olmaqdır və qətl sözünün mənası öldürülmək başqası tərəfindən. Fəna sözü fəlsəfi yoxluq, fanilik. Məniyyə sözünün mənası əcəl deməkdir və nəhayət sərə kökü, məsrə sözünün mənası isə qəfil ölümdür. Və bizdə bir neçə kəlmə də var. Deyir məsələn, filan kəs rəhmətə getdi. Adətən yaxşı insanlar haqqında deyirik ki, rəhmətə getdi. Bu gözəl ifadədir, bizim dilimizdədir. Yəni bir qarşı tərəf haqqında, bir mömin, yaxşı insan haqqında hüsn-i zəndə olmaq, yəni Allahın rəhmətinə qovuşdu. Amma şəhid oldu ifadəsi tamam fərqli bir ifadədir. Şəhid oldu isə o da ölümü ifadə eləyir, dünyadan köçməni ifadə eləyir, amma ölüm ona aid deyil. Ona görə də ki, bir mömin dünyadan köçərsə, İmam Sadiq əleyhissalam buyurur, onun möminin ölüm anı çatanda Həzrət Peyğəmbər Əli əleyhissalam və Fatimə deyir, gəlirlər həmin möminin başını üstün kəsdirərlər. Yəni möminin dünyadan köçməsi anlaşıqlı şəkildə baş verir. Gəlirlər ki, təsəlli versinlər, təskinlik versinlər. Ona görə deyir, Quranda ayə var ki, İnnəl-ləzina qalu rabbunallah. O kəslər ki, deyirlər, Rəbbimiz Allahdır, sümmə-istəqamu, sonra elə bir yolu tutub gedirlər, düz yolla, düz istiqamətlə gedirlər. Tətənəzzəlu aleyhimul mələikə. Onlara mələklər gələrlər, deyərlər ki, qorxmayın, sizin üçün heç bir kədər, qorxu yoxdur. Bəzən deyirlər ki, bu elə ölüm anında, möminin ölüm anında o mələklər bu sözləri deyərlər. Və bəs görəsən, kafirin dünyadan köçməsi necə baş verir? Kafir üçün də bu cür mömindəki kimi təsəlli, təskinlik verənlər gəlir. Xeyr, buyurur, وَلَوْ تَرَى إِذْ يَتَوَفَّ الَّذ۪ينَ كَفَرُوا الْمَلَائِكَةُ. Kafirlərin canlarını mələklər aldığı zaman يَزْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ. Onların üzlərinə və arxalarına vurarlar. Yəni döyə-döyə onları dünyadan apararlar. Ona görə İmam Hüseyin əleyhissalam buyurur ki, Məl mautu illə qantara. Ölüm körpüdən başqa bir şey deyil. Yəni əslində möminlər üçün ölüm əzabdan, dünya əzabından nicat tapmaq Allahla görüşdür. Allaha and verir izzət cəlalı xatirinə bizi aqibəti gözəl olan şərafətli ölüm nəsib eləsin və vəfat uzun ömür verməklə vəfat edərkən Allahın rızayəti ilə dünyadan köçənlərdən qərar versin.